Və ikinci səbəb də Allahın əmrləri ilə bağlıdır. Və o da namazları, xüsusən fərz namazlarına riayət etmək, onu vaxtında qılmaq və həmçinin nafilə namazlar üçün də evə pay ayırmaq. Çünki Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurur ki, mənim üçün ən sevimli namaz fərz namazlarından sonra evimdə qıldığım namazdır. Çünki fərz namazları bəllidir. Məscid olan yerdə, cəmaatla bir yerdə, məsciddə cəmaat şəklində əda edilməlidir. Və hər bir müsəlman kişiyə vacibdir fərz namazlarını məsciddə toplu şəkildə cəmaatla əda etsin. Lakin nafilə ibadətləri isə onun evində qılması daha xeyirlidir. Yəni, çünki namaz nədir? Namazda dua var, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə salavat var, Quran tilavəti var ən başda və o evdəki namaz qılınar və o evdə də bərəkət hasil olar. Çünki mələklər nazil olar o evə. Və ona görə də hər bir müsəlman eyni zamanda həm namazlarını vaxtında riayət edərək qorumalı, namazlarını evində dedik ki, əgər məscid varsa məsciddə, əgər yoxdursa, yəni belə bir şərait yoxdursa, vaxtında evində daha yaxşı olan odur ki, hətta ailəsi ilə bərabər, övladları ilə, valideynləri ilə, öz həyat yoldaşı ilə cəmaat şəklində ədə etsin. Xoş o halına ki, o evdə hamı ibadətdədirlər və cəmaat şəklində 5 vaxt namazı əda edirlər. Allah-u Teala'dan istəyirik ki, Allah-u Teala bizim xalqımızın ailələrini də məhz onlardan etsin.